şəriət öncədir. Lakin adətin də yeri var. Deməli, valideynin təsiri böyükdür. Hətta adamın dinin seçilməsində və s. Sadəcə hər kəs öz vəzifəsini tam yerinə yetirmir ona görə. Eləsi var, namaz qılmağı utanır, deyir, cəmaat nə deyəcək? Xüsusən yaşlılardan. Cəmiyyəti pozurlar. Salam aleykum şeyx. Və aleykum salam. Bu həftəyi sualları sizə təqdim eləmək istəyirik. Birinci sual odur ki, cəmiyyətin adət-ənənəsi ilə İslamın hökmü toqquşanda müsəlman hansını üstün tutmalıdır? Elhamdülillah. Elhamdülillah vaxtə və salatu və salamu alə məllə nəbiyyə və əmə bə'd. Selamu aleykum və rəhmətullah. Aleyküm salam. Təbii ki, şəriət öncədir hər şeydən qabaq. Şəriət öncədir. Lakin adətin də yeri var. Hətta usulda ayrıca fəsil var. Fəsil deməli belə adlanır. Əl-adətu muhakkəmətun. Yəni adətin də yeri var, yəni gücü var. Lakin nə vaxt adətə dönürük, o vaxt ki, o barədə dəlil yoxdur şəriətdən. Nas yoxdur o məsələ barədə. Onda məsələn, adətə baxmaq olar. Və həmçinin nəyə fikir vermək lazımdır adətdə? Adət şəriətə zidd olmamalıdır. Şəriətə zidd olmamalıdır. Bu da mühüm məsələlərdəndir. Həmçinin adət məsələlərində necə qeyd etdik, dəlil olmasa onda adətə tərəf dönmək olar. Adəti gətirmək olar. Həmçinin məsələlərdən, qardaşlar, adətlə bağlı adət ibadətə tətbiq olunmur. Adət ibadətdən başqa o əsasən müamilələr yoxdur. İnsanlarla münasibət, qayda-qanun, bəzi qayda-qanunlar və s. Onda tətbiq olunur, onda baxmaq olar. Amma ibadətə yox. Məsələn, elə deyil ki, məsələn, ibadət tutaq ki, məsələn, Məkkədə qılırlar, təyin olunub. Məsələn, başqa ölkədə deyirlər, yox, bizdə adətdir ki, bu ibadəti belə eləyək. Hələ olmaz. Hələ olmaz. Bəli, adət yeri var. Adətin yeri var, lakin bu əsaslarla. İslam gəlməyib adətləri iptal eləsin. İslam hansı adətləri iptal edib? O adətlər ki, şəriətə ziddir. O adətlər ki, məsələn, şirk var, xurafat var, bidət var, haqsızlıq var, əxlaqa uyğun gəlməyən, əxlaqdan sayılmayan bəzi adətlər əgər varsa, onlar o cür adətlər edilmir. Əks halda isə, əgər şəriətə müxalif deyil, əgər o barədə dəlil yoxdur, əgər ibadətə aid məsələ deyil və s. onda eyb etməz. Adətə müraciət eləmək olar. Necə ki, qayda deyir, əl-adətu muhakkəmətun. Bəli. Şeyx, bir sıra adətlərdən, əxlaqlı keyfiyyətlərdən danışdınız. Bəli. Həmçinin belə bir sual var o barədə, istədik onu da verək. Müasir cəmiyyətdə ən təhlükəli mənəvi problem hansılardır və onların həlli nədir? Həmçinin ona bənzər bir sual da var. Bugünkü gün Azərbaycan cəmiyyətində ən çox lazım olan, ehtiyac duyulan ya boşluq olan əxlaqi keyfiyyətlər hansılardır? Elhamdülillah. Bilirsiniz, əxlaqi keyfiyyətlər elhamdülillah bilirsiniz ki, biz müsəlmanıq, elhamdülillah və əxlaq bizim dinimizdədir və dinimiz əxlaqı əmr edir bizə, əxlaqlı olmağı və pis əxlaqdan çəkinməyi bizə əmr edir. Və həmçinin adətimizdə də məsələn, bəzi məsələlər var ki, düzdür, şəriətdə yoxdur, lakin şəriətə müxalif deyil. Biz yəni əgər istəyirik ki, cəmiyyətimizdə əxlaq olsun və s. biz öz dinimiz ən birinci, ikinci öz adətimizdən tutunmalıyıq. Onu təbliğ eləməliyik. Onu ən birinci məktəb, ən əsas məktəb və ən güclü məktəb evdə valideynlər təlqin eləməlidirlər öz övladlarına. Bizdə boşluq evlərdə başlayır. Evlərdə başlayır. Evlərdə valideynlərin münasibəti, valideynlərin övladlarla münasibəti, övladların qabağında valideynlərin danışıqlarına fikir verməməkləri, ola bilsin əməllərinə fikir verməməkləri ən böyük səbəblərdən biridir. Çünki evlərdən başlayır hər şey. Və sonra təbii ki, cəmiyyət.
Yenə qayıdır məsələ valideynlərə. Çünki valideynlərin təsiri böyükdür övladlar üçün. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, hər bir insan oğlu fitrə üzərində doğulur, yəni müsəlman kimi. Sonra onun valideynləri məcusi eləyir, valideynləri xaçpərəst eləyir, valideynləri cuhud eləyir. Deməli, valideynin təsiri böyükdür. Hətta adamın dinin seçilməsində və s. Sadəcə hər kəs öz vəzifəsini tam yerinə yetirmir ona görə. Ən böyük səbəblərdən. Təbii ki, indi cəmiyyətdə təsir edən amillər çoxdur, bəli. Həmçinin cəmaat arasında, cəmiyyətdə adətlərlə yanaşı cəmaat nə deyər prinsipi də var. Bu prinsipə görə bəzi hətta ibadət əhli olanlar və yaxud da ibadətə başlamaq istəyənlər bəzi Allahın əmirlərini təxirə salırlar. Buna görə onlara nə töhmət olunur, nə gözləyir onları? Bilirsiniz, əlhamdülillah, cəmaatı nəzərə almaq lazımdır, təbii. Cəmaatı nəzərə almaq lazımdır. Peyğəmbər sallallahu əleyhi və səlləm özü cəmaatı müəyyən məqamlarda cəmaatı nəzərə alırdı. Məsələn, Kəbə. Kəbə biz bilirik ki, İbrahim əleyhissalamın vaxtında 2 dənə qapısı var idi. Birindən girib ortasından çıxırdın. Bu bir. İkinci, Kəbənin qapısı yerlə bərabər idi. Lakin, həmçinin başqa orada tikilişində də biraz fərqli var idi. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkənin fəthində gələndə toxunmadı. Çünki nə eləmişdilər Qureyşlər? Qureyşlər bir qapını bağlamışdılar və qalan bir qapını da qaldırmışdılar biraz hündürə ki, hər adam girə bilməsin. Hər adam girə bilməsin. Peyğəmbər sallallahu əleyhi və səlləm gələndə dedi ki, əgər qövmüm təzə İslamı qəbul etdiklərinə görə mən hələ Kəbənin necə var, hələ qoyub gedirəm, qoyacam, toxunmayacam. Ne üçün? Çünki insanlar elə beləcə gəlmiş olan adətlərin pozmağa və s. Yəni şəriətə zidd olmadığına görə Peyğəmbər sallallahu əleyhi və səlləm Kəbəni elə də qoydu. Baxmayaraq İbrahim əleyhissalamın vaxtında yəni başqa cür idi. Ona görə təbii ki, adət nəzərə alınmalıdır. İnsanlar nəzərə alınmalıdır. Lakin müəyyən həddə, mütləq şəkildə yox. Müəyyən həddə. O həddlər nədir? Bizdə şəriət var həmçinin. Adətdən əlavə şəriətimiz var. Və şəriət birincidir. Və çay gəldi. Və şəriət birincidir, öncədir. Birinci baxmaq lazım, adət əgər şəriətə ziddirsə, necə qeyd etdiyi adət şəriətə ziddirsə, o adət eləmək olmaz. İkinci də baxmaq lazımdır, məsələn, əgər şəriət bunu əmr edibsə, sən cəmaata lazım deyil fikir vermək. Amma məsələn, şəriət əmr etməyibsə, cəmaatı nəzərə ala bilərsən. Aydındır, müəyyən həddə. Mütləq şəkildə yox, cəmaat nə deyəcək, mənə işlənəmirəm. Olmaz, eləsi var, namaz qılmağı utanır, deyir, cəmaat nə deyəcək? Xüsusən yaşlılardan. Bu cür düzgün deyil. Bu cür düzgün deyil. Əksinə, özünə ziyan eləyir hələ adam. Aydındır? Bəli. Şeyx, həmçinin cəmaatın düşüncələri, qınaqları üçün müəyyən güzəştlərə getmək olarmı? Misal üçün, niqab məsələsi. Hicabı yox, niqabı tərk eləmək. Müəyyən həddə. Yenə qeyd etdiyi də qardaşlar. Yəni, əsas şəriətdir. Şəriətin qanunları, əmirləri, nəhiyləri, qadağanları. Lakin insanları nəzərə almaq, baxmaq olar. Şəriət çərçivəsində icazə həddi var, caiz həddi var, olar, yoxsa yox. Aydındır. O həddə baxmaq lazımdır vəziyyətə. Bəli. Həmçinin başqa bir mövzuya keçid eləmək istəyirik. Bu da həmin cəmiyyətdə mühüm məsələlərdəndir. Evlənmək məsələsidir. Ailə həyatı qurmaq. Evlənməyi gecikdirən qardaş və bacılarımıza hansı nəsihətləri eləyərdiniz və bu gecikdirməyin onlar üçün hansı mənfi nəticələr doğuracağını izah eləyərdiniz, zəhmət olmasa. Bilirsiniz, necə gəlib hədisdə, əlhamdülillah, necə gəlib hədisdə. Peyğəmbər sallallahu əleyhi və səlləm bizə tövsiyə eləyib və deyir ki, ey canlılar, kim sizdən bacarsa evlənməyib, evlənsin. Və təbii ki, evlənməkdə əgər fiziki cəhətdən, maliyyə cəhətdən səni artıq bu həddi buluğa çatmısan və s. Əgər bunlar hamısı varsa, o adama evlənmək vacibdir. Və həmən hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, evlənməyin faydasını və cəmiyyətdə əgər evlənənlər azalsa, fitnəyə səbəb olur, fəsada səbəb olur. Və ona görə tövsiyə eləyib, həm dini, həm Quran-ı Kərim, həm
Quran-ı Kərimdə nə qədər ayə var ailə məsələlərinə aid. Ailə münasibətinə aid. Həmçinin hədislərdə də. Və ona görə gecikdirmək əksinə insan özünə zərər vurur. Həm gecikdirmək təhlükə nədədir? Birinci həyat qıssadır. Həyat qıssadır. Heç kəs bilmir ki, nə qədər yaşayacaq. Bu həyatda bəzi məsələlər çatdırmaq lazımdır. Çatdırmaq lazımdır ki, özündən sonra da bir yaxşılıq, bir islah edici, bir yaxşı bir addım atasan özündən sonra ki, qoyasan nəsə. Ki, dünya yaxşılığa geçsin. Və ona görə təbii ki, evlənmək o yaxşılığa aparan səbəblərdən biridir. Ən güclü səbəblərdən biridir. Çünki cəmiyyətdə nə qədər ailələr çoxalsa, o da cəmiyyətdə fitnə azalar, fəsad azalar, xəstəlik azalar, ölüm azalar, ailələr dağılmaz, cəmiyyət güclü olar, nəsil güclü olar və s. Və həmçinin yaddan çıxartmaq lazımdır ki, evlənmək həmçinin savabdır. Yəni, o adam ki gecikir, o adam hər gün savab nə qədər itirir. Birinci, çünki ailə həyatı qurmaq uzun savabdır. Sonra ailəyə baxmaq. Adi kişi çörək gətirirsə, o da Allah Taala ona sədəqə yazır. Qadın ərindən baxırsa, Allah Taala ona sədəqə yazır, savab yazır. Qadın uşaq dünyaya gətirirsə, ailəsi savab qazanır. Uşağı düzgün tərbiyə eləyəndə savab qazanır. Hətta övlad səbəbdir cənnətə düşmək üçün. Necə ki, valideyn də səbəbdir cənnətə düşmək üçün. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, kimin 3 qızı olsa cənnətdə idi. Hətta dedilər ya Rasulullah 2, dedi hətta 2. Lakin düzgün tərbiyə versə, düzgün yönətsə. Ona görə ailə həyatı həmçinin böyük savabdır. O savab itirirlər. Böyük savab itirirlər. Və təbii ki, tövsiyə budur ki, nə qədər tez evlənsələr, o da onlar üçün yaxşıdır. Həmçinin cəmiyyət üçün də yaxşıdır. Bəli. Şeyx, həmçinin bayaqki söhbətimizdə qeyd ediniz ki, valideynlərin cəmiyyətin tərbiyələnməyində böyük rolu var. Həmçinin bu evlilik məsələsində də valideynlərin, xüsusən övladlarını evliliyə hazırlamaq üçün, onları həvəsləndirmək üçün, və yaxud da olası şərait qurmaq üçün hansı öhdəçilikləri var və nə qədər məsuliyyət daşıyırlar? Təbii ki, əlhamdülillah, valideynlər də övladlarına gərək baxmalıdırlar, diqqətli olmalıdırlar. Ən birinci dini cəhətdən. Çünki Allah Subhanahu taala buyurur ki, ya eyyuhellezine amanu qu anfusakum və ahlikum nara. Əl-ayə. Yəni müraciət eləyir iman əhlinə ki, özümüzü və əhlinizi cəhənnəm odundan qoruyun. Yəni o mənası nədir? Yəni cəhənnəmə aparan yollardan qoruyun. Cəhənnəmə nə aparır, onlardan qoruyun. Və mənası nədir? Cənnəti aparan yolları öyrədin, göstərin. Cənnəti aparan yollardan da biri əxlaqlı olmaq. Və ona görə valideyn təbii ki, övlad ola bilsin, övlad təcrübəsi azdır, cavan olduğuna görə. Amma valideyn həyat görüb müəyyən qədər. Ona görə valideyn öyrətməlidir, başa salmalıdır. Kömək eləməlidir ki, övlad və ya qız düzgün seçim eləsin. Həmçinin həyatın müəyyən bir mərhələlərini öyrətməlidir. Bu mərhələdə nə lazımdır, ailədə nə lazımdır və s. Məsələn, tutaq ki, adi qız uşağı. Məsələn, ərə gedir, heç nə pişirə bilmir, məsələn. Hətta yumurta pişirə bilmir. Məsələn, qız gəlir, gəlindir, heç nə pişirə bilmir. Təqsir kimdədir? Valideyndə, anasında. Anası düz deyirdi, o da biri deyəcək ki, mən uşağımı göndərəm, mən xora pişirim. Sən uşağın artıq kiminsə yoldaşıdır. Kişi pişirəcək, yoxsa gündə restorandan şey gətirəcək, yemək. Öz qadının yeməyin yeməsin. Təqsir nədədir? Deməli, düzgün istiqamətdə yönəldilməyib bu qız uşağı. Həmçə oğlan uşağı da. Çünki oğlan görəndə ki, atası anasına necədir, atası gedir, gəlmir və s. Oğlan da görürsə ki, təsirdir oğlana da. Ata, ana nümunədirlər. Özlərini düzgün göstərməlidirlər, düzgün nümunə olmalıdırlar övladları üçün və öyrətməlidirlər. Öyrətməlidirlər, məsuliyyəti başa salmalıdırlar onlara. Bu adi bir misaldır, çəkdim. O da misallar var, bəli. Həmçinin
cəmiyyətdə müşahidə olunan problemlərin içərisində gec evlənməklə yanaşı boşanmalar da var. Hansı ki, daha çox üstəliyib hal-hazırda boşanmalar. Bu barədə, yəni boşanmaların artmasının əsas dini və ictimai səbəbləri nələrdir? Gənclərə, hansı ki, ailə qurublar, müəyyən problemlər yaşayır ailələrində. Boşanmaların fəsadları haqqında nələr nəsihət edərdiniz? Elhamdülillah. Amma boşanmaların səbəbləri təbii ki, nə olur səbəb var. Nə olur səbəb var. Və səbəblərə baxmaq lazımdır. Bəziləri bilmirlər nə üçün belə oldu. Baxmaq lazımdır səbəbə, əvvəlinə. Deməli, əvvəli düzgün edilməyib. Məsələn, səbəblərdən düzgün seçim etməmək. Düzgün seçim etməmək. Birinci, yəni bəzən görürsən ki, bəzilər tələsirlər. Oğlan və ya qız. Sonra gəlir görür ki, hələ deyil. Düzgün seçim və tələsməmək səbəblərdən biridir. Həmçinin boşanmağa səbəblərdən çoxalmanın iqtisadi səbəb ola bilsin. Görürsünüz ki, bu saat çox vaxt maliyyəyə baxırlar. Maliyyəyə baxırlar. Yəni, məsələn, tutaq ki, qadına da kişi kimi eləyiblər. Kişi necədir, qadın da o cür yanaşıblar. O qədər daha azadlıq veriblər ki, qadın olub kişidən üstün. Və qadın da imkanı olan kimi görürsən, artıq kişiyə ehtiyac görmür. Yəni, şəriət bizdən ağıllıdır da. Şəriət bizdən ağıllıdır. Düzdür, qadının haqları var. Qadın haqları var, şək yoxdur. Qadın haqları, müsəlmanlar İslam verib qadın haqları. Amma iqtisadi məsələn, görürsən, kişi biraz imkanı zəifdirsə artıq qadın boşanmaq istəyir və s. Və həmçinin səbəblərdən, çoxdur səbəblər, həmçinin səbəblərdən xarici təsir. Xarici təsir. Məsələn, valideynlərin ailənin işlə qarışmaqları, oğlan tərəfdən və ya qız tərəfdən. Və ya məsələn, səbəblərdən həmçinin bu müasir ki, vasitələr var, bu telefondur. İndi qabaq bu televizorda demək olardı, indi televizora baxan yoxdur. Hər şey telefondadır. Ora çox vaxt ayırıb hər şey baxmaq, hər şey görmək, hər adama qulaq asmaq, allanmaq. Hamısı təbii ki, hamısı səbəbdir. Həmçinin həm kişinin, həm qadının bir-birlərini düzgün başa düşməməkləri, bir-birlərinə zəndə olmaqları, qısqanclığın ifrat dərəcəsində yanaşmaqları, hər iki tərəfin bir-birinə, ifrat dərəcəsində qısqanclıqla, bir-birlərin güdmələri. Təbii ki, onlar hamısı görürsünüz, hamısı səbəblər var. Bu səbəbə görə bu belə olur, bu səbəbə görə belə olur. Və s. və s. O da səbəblər var. Bunlar hamısı təbii ki, səbəbdir. Təbii ki, cəmiyyətin də müəyyən qədər qarışıqlı olmağı səbəb olur. Bəli. Şeyx, ailələrin dağılmasına səbəblər kimi sosial şəbəkələrə soruşacaqdıq. Ona siz toxundunuz. Başqa bir məsələni soruşmaq istəyirik ki, xüsusən sosial şəbəkələrdə nəinki qeyri-ibadət əhli, ibadət əhli olan, hətta hicablı, bəzən niqablı, özlərinə psixoloq deyən, psixoloq özünü adlandıran bəzi çağırışçılar olur. Onlar xüsusən də gənc qadınlara xitab edirlər və deyirlər ki, ailə qurmağa tələsməyin və yaxud da ailə qurmusunuzsa bu problemlər varsa boşanın, qorxmayın. Ailə qurmağa tələsməyin deyirlər və deyirlər ki, insan gərək bir neçə il sevsin, tanısın, yaşasın, sonra evlənər. Biz isə baxdıqda görürük ki, bizdən bir 30-40 il bundan qabaqki cəmiyyət belə deyildi. Lakin onda boşanma yox idi. İnsanlar tanımırdılar, evlənirdilər və möhkəm cəmiyyəti yaratmışdılar. İndi isə əksidir. Buna nədir səbəblər? Elhamdülillah, biz bunun səbəbləri çoxdur, yenə deyirəm. Ailə məsələləri biraz belə incə məsələlərdir və bunun müalicəsi mühümdür. Bu barədə çox danışmaq lazımdır. Bəli, talaq, boşanmalar çoxalıb. Bu da yaxşı nəticə deyil. Yaxşı tərəfə gedilmir cəmiyyət. Və səbəblər bilirsiniz, birinci kişinin
dəyəri alçaldılıb. Kişiyə baxış alçaldılıb. Yəni kişi ilə qadın eyni səviyyədə ediblər. Bu ən böyük səbəblərdən biridir. Böyük kiçik məsələləri, səbəblərdir. Ailə dəyərləri artıq ciddi deyil. Ailə dəyərlərinə ciddi baxmırlar. Müəyyən qeyd etdiyiniz bu sosial şəbəkələrdə də var. Təbliğat gedir. Hətta təbliğat gedir ki, ailə qurmaq lazım deyil. Xüsusən cavan qızlara. Ki, ailə qurmaq lazım deyil, nəyə lazımdır və s. Cəmiyyəti pozurlar. Cəmiyyəti pozurlar. Həm dinimizdən, həm adətimizdən uzaq düşmək. Dinimizdən və adətimizdən uzaq düşmək. Bunlar hamısı səbəblərdir və ən böyük səbəblərdən də təbii ki, bu telefonlardır. Telefonlar bu sosial şəbəkələrdə telefonlardır. Sonra kişinin öz qadınına diqqətin zəifləməsi, tələbin zəifləməsi, qeyrətin zəifləməsi, məsələn, laqeyd yanaşır, diqqət eləmir, baxmır. Çoxdur səbəb, qardaşlar, çoxdur. Bəli.